أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أما بعد السلام عليكم ورحمة الله وبركاته. Değerli Müslümanlar, değerli iman əhli, hər bir Müslümanın borcudur ki, aləmlərin Rabbinə söz verdisə, o sözünü tutsun. Yəni, and içən şəxs andını hökmən tutmalıdır. Bu, onun üzərində vacib bir haqdır. And içmək, yəni, o söz verdi ki, mən filan işi Allah yolunda görəcəyəm. Ola bilsin ki, nəzir kimi and içib, ola bilsin ki, sadəcə olaraq söz verib filan işi görəcəyəm Allah üçün, bəli, o şəxsin üzərinə artıq içdiyi andı icra etmək vacib olur. Bunun dəlili, aləmlərin Rabbi Allah Qur'an-ı Kərimdə Əl-Maidə surəsində belə buyurmuşdur. Əl-Maidə surəsi 89-cu ayədir. Əuzu billahi minəşşeytanirracim. La yu'axizukumullahu bil-lagvi fi eymanikum velakin yu'axizukum bima aqadtumul eyman. فكفارته إطعام 10 مساكين من أوسط ما تطعمون أهليكم أو كسوتهم أو تحرير رقبة فمن لم يجد فصيام 3 أيام ذلك كفارة أيمانكم إذا حلفتم واحفظوا أيمانكم. Allah Subhanahu taala ayədə belə buyurur. Əgər siz məqsədiniz olmadan and içsəniz, yəni dilivə gəldi, istəmədən dilivə gəldi, belə bir and içsən, ona görə Allah sizi cəzalandırmaz. Lakin məqsəd yönlü şəkildə and içsəniz, ona görə sizi əgər andınızı icra etməsəniz cəzalandırar. Əgər bir insan Allaha and içər, sonra gücü yetməz onu etməyə, ola bilsin elə bir şey and içdi ki, məsələn, dedi ki, əgər mən Allaha söz verirəm, həcc edərəm, ya qurban kəsərəm biri üçün, bir işin baş verməsi üçün, elə şey deyibsə, amma sonradan Allah qorusun, elə yoxsullaşdı ki, o işi görə bilmir. İçdiyi andı edə bilmir. O zaman bəs bu nə edir? Bu adam nə etməlidir? Ona görə də dəyərli insanlar, and içəndə, yəni söz verirsən ki, Allahım, sənin yolunda bu işləri görəcəyəm, tövsiyə olunur ki, çox da böyük işlərə girmə. İnsan vardır, məsələn, övladına xeyir iş çıxıb qarşısına, ya məktəbə girir və yaxud da ki, evləndirir və yaxud da ki, bir müsibət gəlib başına, müsibətdən xilas olmaq üçün Allaha bir söz verir ki, Allahım, məni xilas et bundan, mən də bunu edəcəyəm. Bax, bu arada onu da sizə xatırladım ki, kimsə Allaha deməsin, filan şeyi etsən, mən də filan şeyi edərəm. Allaha şərt qoşmazlar. Belə nəzirlərə Allahın Rəsulü xəsisin nəziri deyib. Xəsisin xərcləməsi. Yəni, bu adam xəsislik eləyir. Allaha deyir ki, sən filan işi görsən, mən də oruç tutaram, mən də namaz qılaram. Namaz, yəni şükür namazı. Və ilaxır. Yəni, Allaha etsən edərəm kimi yox. Ən gözəli budur. Qurban kəsirsən. Deyirsən ki, Allahım, bunu sənin yolunda qurban kəsdim,
ey Rəbbim, səndən istəyirəm ki, sən də mənim övladımı səhmana salasan və ilaxır. Bəli, bax, bu antlardır. Və yaxud da ola bilsin ki, bir insan elə bir şey deyir ki, onu zaman istəyir. Zaman istəyir. Məsələn, deyir ki, əgər mən bir işə düzəlsəm, aldığım maaşın birincisini Allah yolunda qurban kəsəcəyəm. Yəni, hal-hazırda imkanı yoxdur kəssin. Əlimə pul keçsə edəcəyəm deyir. Hə, bax, belə adamlar sonraya sala bilir. Deməli, söz verdinsə, dəyərli müsülman, Allaha verdiyin sözü yüngül tutma. Ya gücün çatanı et. Gücün çatmayacaqsa Allaha lazım deyil ki, çox böyük görəsən. Məsələn, bir qoyun kəsərəm Allah yolunda. Əgər gücün yetmirsə, niyə qoyun deyirsən ki? Hələ ondansa boyun al ki, Allah yolunda bir yığım yemək bişirtdirib, gedib yoxsulları yedizdirərəm. Hökmən deyil ki, qoyun deyəsən. Sən toyuq da deyə bilərsən də. Yəni, Allaha böyük desin, Allaha minnət qoymursan ki, böyük görün mənim üçün. Allah üçün böyük deyil. Allaha lazım olan budur. Verdiyin sözü tut. Sözü də verəndə gücünü nəzərə al. Hər nədir? İnsan bunları düşündü, gücünü nəzərə aldı ya almadı. Söz ağızdan çıxdısa, Allaha söz verdisə ki, Allahım filan işi görəcəyəm, hökmən onu görməlidir. Birdən təsadüfən ağzından çıxsa, istəmədən ağzından çıxıb, ona görə o ant deyil. O ant deyil, ant sayılmır. Ant nə sayılır? Düşünüb. Çünki Allah Subhanahu ayədə deyir ki, istəmədən dilinizə gəldi, and içdinsə, Allah onu səndən hesaba almaz. Yox, düşünüb, planlı şəkildə Allahım, filan şeyi edəcəyəm sənin yolunda deyirsənsə, o zaman onu hökmən edəcəksən. Əgər edə bilməsən, oldu da and içmişdi ki, qurban kəsəcəyəm, yoxdur imkanı. Hə, o zaman bu kəffara verməlidir. Hökmən kəffara verməlidir. Nədir kəffara? Fəkəffarətuhu it'amu 10 məsakin. Əvvələn, kəffaranın birinci dərəcədə gələni 10 acı yedizdirməkdir. 10 yoxsul adamı yedizdirmək. Yoxsulu ehtiyacı olan 10 nəfəri yedizdirmək. Ola bilər bir ailədə olsun, ola bilər ayrı-ayrı adamlar olsun, çağırasan, evində yedizdirəsən, ola bilsin bazarlıq eləyib, məsələn, ailədə 5 nəfərdir, göndər 5 nəfər üçün yemək yesinlər, bir dəfə də göndərərsən, olar 10 nəfər. Bir yeməkdir. Yemək verə bilməsən, ikinci gəlir geyindirmək. Əv kisvətuhum. Kisvətuhum, yəni çılpaqları geyindirmək. Kasıb insandır, geyimi yoxdur. Geyimi yoxdur, yəni bəzən biz düşünürük, hər kəsin yaşadığı coğrafiyaya görə nəzərə alsın. Məsələn, bizim yaşadığımız yerdə çılpaq harda var ki? Afrikada var, bizdə yoxdur, əlhəmdülillah yoxdur. Allah subhanətələ oradakiləri də geyindirsin, əmin. Deməli, o demək deyildir, biz Afrikada yaşayan çılpaqlar kimi adam tapacaq. Yəni, uşaq vardır, məktəbə getmək istəyir, geyimi yoxdur. Şalvarı yırtıqdır, qız uşağıdır, hicabı yoxdur. Bax, onu geyindirməkdir. Bu, bundan sayılır. Yəni, onun geyimini al. Yəni, insanlardan geri qalıb, uşaqlara baxıb xəcalət çəkməsin. Bəli, onun geyimini gördün, çox aşağı geyimdir. Get onun üçün yeni təzə geyim al. Bax, 10 nəfəri belə geyindir. Geyim də deyəndə orta geyindirməkdən söhbət gedir. Yəni, onun əyninə, məsələn, ən sadə şalvar və köynək aldın, bu geyindirməkdir. Bu, o demək deyildir, sən buna kostyumunu, paltonunu, ayaqqabısını, hər nəyinə. Xeyr, bir sadə geyim. Yemək yedizdirəndə də belə, orta yemək. Bu, o demək deyildir, onu doyunca 2 cür, 3 cür yemək yedizdirəsən. Ən sadə yemək bişir, o yesin, doysun. Hələ ondan söhbət gedir. Deməli, birinci yedizdirəcəksən 10 nəfəri. Yedizdirməyə gücün çatmasa, 10 nəfəri geyindirəcəksən. Ən sadə geyim. Əgər bunu da edə bilməsən, 3 gün oruç tutacaqsan. 3 gün oruç.
Bu 3 gün oruc ardıcıl tutulması ən tövsiyə olunandır. Yəni 3 günü ardıcıl tut. Həftənin 5-ci, 6-cı gününə düşdü, düşmədi, şərt yoxdur, fərqi yoxdur. Hansı günə düşür, düşsün. 3 gün ardıcıl oruç tutmaqdır. Amma ardıcıl tutulması isə tövsiyə olunandır, vacib olanı deyil. Yəni vacib deyildir ki, hökmən ardıcıl olmalıdır. Xeyr. Düzdür, bəziləri deyiblər bunu vacib olmasını, dəlilləri güclü deyil. Ali İbn Əbu Talibdən bu barədə rəvayət vardır ki, kəffarə orucunu fərqli günlərdə tutmaq olar. Ona görə də İmam Əş-Şafi, İmam Əhməd və İmam Malik də bir rəylərində ayrı günlərdə tutmağı da icazəli bilir. Hökmən deyildir, ardıcıl tutasan. İmam Şafi, İmam Əhməd, İmam Malik. Üçündən də vardır. İbn Qudamə də bunu ayrı günlərdə də tutmaq olar. Yəni, tutdun həftənin 1-ci günü, sonra 3, sonra 6-cı günü, belə qarışıq tutdun. Bu da mümkündür, icazəlidir. Yəni, ardıcıl tutman ən tövsiyə olunandır. Ardıcıl tuta bilmirsənsə, fərqli günlərdə də tuta bilərsən. Ləcnət-i Daimənin elm adamlarının da bu barədə fətvası vardır. 10.567 saylı fətvadır ki, ayrı günlərdə də tutmaq icazəlidir. Deməli, 1. 10 nəfəri yedizdirəcəksən. Əgər bacarmasın 10 nəfəri yedizdirməyi, 10 nəfəri geyindirəcəksən. Əgər bunu da bacarmasan, o zaman bir qul azad edəcəksən. Bunu unutmuşdum deyəsən, bəli. Bir qul azad edəcəksən. Təbiidir ki, bugün qul yoxdur. Yəni, ən azı bizim coğrafiyada elə şeylər yoxdur. Deməli, bu qul azad etmə ixtisara salınır. Bəziləri deyib, qul azad etmə, həbsdən insan çıxartma, bunu deyiblər. Bəziləri deyib, küllü miqdarda borcu olan adam var, onu vermək deyiblər. Amma təbiidir ki, küllü miqdar olsa, bu elə 3 gün oruç tutmaq, bu adam üçün bundan əlverişli olar. Deməli, qul azad etməni kənarda saxlasaq, 3 gün oruç tutmaqdır. İstər ardıcıl, istər fərqli günlərdə ardıcıl olsa ən gözəlidir. Allah Subhanahu taala deyir: "Zəlikə kəffaratu eymanikum izə halaftum." Bu istiyiniz andın kəffarəsidir. Bax, burada ardıcıllığa fikir vermək lazımdır. Yəni, məsələn, bizdə məşhur olanı budur ki, bir insan and içib, eləyə bilmirsə, 3 gün oruç tutur. 3 gün oruç tutma ən axırıncı növüdür. Birinci yedizdirmək gəlir. Onu yoxladın mı? Hə, imkanın yoxdursa ikinci dərəcə. Yoxdursa bu oruç tutmaqdır. Yəni, bəziləri birbaşa oruç tutur, xeyr. Əgər sənin imkanın varsa, oruç tutmaqla bunu ödəyə bilmirsən. Yedizdirməlisən yoxsulları. Yoxdur imkanın, o zaman bu tərtibi qoruyursan. Allah Subhanahu taala deyir: "Vəhfazu eymanakum." Allaha verdiyiniz sözləri tutun. Allah sizə ayələrini bu şəkildə açıq-aşkar bildirir ki, bəlkə şükür edənlərdən olasınız. Bəli, dəyərli müsəlmanlar, bu and içmənin nə qədər ciddi olmasını bizə çatdırır. Əl-Maidə surəsi 89-cu ayə. Kim də bunu bacarmırsa, hökmən orucunu bu kəffarəsini versin. Əgər bunu etməsə, qiyamət günü Allahın yanına borclardan biri də bu olacaqdır. Zaten Allah yanında borcumuz o qədər çoxdur ki, o bizim boynumuzu sındırır. Belə yükləri də öz üstümüzə yükləməyək. Ona görə də birinin qarşısına bir iş çıxanda ağır yüklə özünü yükləməsin. Çox ağır antlar içməyin. Sadə işlərlə Allahdan istəyin. Zaten Allah Subhanahu taala sənin verdiyin, Allah üçün verdiyin bir şeyin qiymətinə baxmır. Sənin Allah üçün etdiyin vaxtı qəlbinə baxır. Sənin qəlbin onu hansı dərəcədə sevə-sevə edirsə, sənə verilən qiymət oradadır. Yoxsa mülk Allahındır. Hələ o heyvanı Allah yaradıb, sən onu kəsirsən. Allah istəsə, onu bütün yoxsulları yedizdirər. Deməli, Allahın əlindədir. Sənin etməyi edərkən daha çox böyük görmənmi istəmir səndən.
Gücün yetəni istəyir. Zənginsənsə, bəli, böyük işlər boyun al. Xəsislik etmə. Yoxsulsansa, kiçik işlər boyun al. Yəni, özünü çətinə salma. وَالْعِلْمُ عِنْدَ اللّٰهِ تَعَالَى وَآخِرُ دَعْوَانَا أَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ وَالسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللّٰهِ وَبَرَكَاتُهُ